31-ci Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Qızılşah Milli Kulinariya Çempionatına start verilib. 4 gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyəti Assosiasiyasının tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən təşkil olunub. Bu ilki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər kateqoriyaları daxildir. Yarışda müxtəlif ölkələrdən olan komandalar iştirak edir. Çempionatın müsiflər heyəti lisenziyalaşdırılmış beynəlxalq hakim aşpazlardan ibarətdir. Bu tipli tədbirlər bizim ümumi milli gastronomiya strategiyamızın bir hissəsidir. Ümumiyyətlə, gastronomiya strategiyamızda nəzərdə tutduğumuz 5 müxtəlif istiqamət var. Onlardan birincisi yerli icma nümayəndələrini agro və gastroturizmə qazandırmaq. İkincisi, bizim gastronomiya sahəsində təlim, sertifikasiya və milli gastronomiya elmi yanaşma strategiyamızdır ki, bura gastronomiya elminin, aşpazlıq peşəsinin daha ali savad səviyyəsində tədrisi və bu istiqamətdə bizim sənayenin nümayəndələri olan ictimai iaşə obyektlərinin müxtəlif sertifikasiya və kateqoriyalarının yaranmasıdır. I'm here now since I was the first time in Baku 2019, I believe. Yeah. So, and it's great to see the development. 2019-cu ildə Bakıda olmuşam ilk dəfə. Buradakı inkişafı görmək mənim üçün çox xoşdur. Şeflərin necə inkişaf etdiyini görürəm. Təşkilatçılıq və əldə olunan inkişaf yüksək səviyyədədir. Əsasən də cavanların. Gənclər aşpazlıq peşəsinin sirlərini çox gözəl mənimsəyirlər. Very simple because many of the young generation. Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yaş kateqoriyalarında iştirak edirlər.